Hadisinde de odur ki, sahih olan odur ki, eller bağlı olmalıdır. Yani bizden eğer bir insan açık kılarsa yani namaz batil değil. Ama sünneye uygun olan odur ki, eller bağlı olmalı. Çünkü Peygamberimiz sallallahu aleyhi ve sellem buyurur ki, nahnu ma'aşerel enbiya umirna en nada imanina ala şemailina fis salat. Yani biz peygamberler toplumu namazda sağ eli sol elin üzerine koymak bize emrolunmuştur. Peygamber sallallahu aleyhi ve sellem özü deyir hədisdə. Biz peygamberler toplumu inne ma'aşerel enbiya umirna belə də deyir vallahi. Biz peygamberler toplumu bizə əmr olundu ki, namazda fis salat belə deyir. Sağ eli sol elin üzerine qoyaq. Peygamber sallallahu aleyhi ve sellem ondan qabaq da bütün peygamberler belə qılır. İmam Malik de Muvatta'da gəlir ki, 3 şey bütün peygamberlerin yolundan idi. Onlardan da biri ibadet eləyəndə sağ elini sol elinin üstünə qoyub sinələrini qoyarlar. Bunun asıl dəlil olar. Bəli, əzizlər, gördüyünüz kimi bu işi sələflər iddia edirlər ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm əli bağlı namaz qılıbdır və belə bir hədisədə istinad edirlər. Deyirlər ki, Allahın Rəsulu sallallahu aleyhi və səlləm buyurubdur ki, İnnə mə'şərəl ənbiyai umirnə ən nuaxirə sahurana və nuacilə fitrana və ən numzikə bi əyməninə alə şəmailinə fi salatinə. Biz Peyğəmbərlər toplumu əmr olunduq ki, gecikdirək sahurlarımızı və tezləşdirək iftarlarımızı və namazda sağ əlimizi sol əlimizin üzərinə qoyaq. Deməli, əzizlər, bu hədisdə neçə problem vardır, neçə işgal vardır ki, biz indi sizin özünüzlə birlikdə bu hədisi araşdırıb və görəcəksiniz ki, necə bir hədisdir. Buna inanmaq olar, bu hədisi səhih sanmaq olar, yoxsa qondarma və cəl olunmuş bir hədisdir. Deməli, əzizlər, burada deyir, İnnə mə'şərəl ənbiyə. Bilirsiniz, bu hansı hədisə oxşuyur? Bu hədis Əbu Bəkrin sözünə, hədisinə oxşuyur. O zaman ki, Allahın Rəsulunun qızı Həzrət Zəhra salamullah əleyha getdi Əbu Bəkrin yanına və öz mirasını tələb etdi. Dedi ki, mənim atamdan qalan mirası özümə qaytar. Əbu Bəkir imtina etdi və dedi ki, Allahın Rəsulu buyurubdur ki, İnnə mə'aşirəl ənbiyə lə nuvarris. Biz Peyğəmbərlər toplumu özümüzdən miras qoymuruq. Hər o şeyi ki, qoyuruğu biz tərk edirik, o sədəqədir. Deməli, əzizlər, Həzrət Zəhra salamullah əleyha buyurdu ki, Əbu Bəkir, sən nə danışırsan? Sən Qur'anla zidd danışırsan, Qur'anın müqabilində danışırsan. Allah Teala Qur'an-ı Kərimdə buyurdu: "Və vərisə Süleymanu Davudə." Süleyman peyğəmbər Davud peyğəmbərdən miras aparır. Sən bax ki, Zəkəriyya peyğəmbər Allahdan dua edir ki, övlad bəxş etsin ona, "Yərisuni və yərisu min ali Yaqub." Ta ki, özündən və ali Yaqubdan miras aparsın. Əzizlər, Nisa surəsində hətta vardır ki, Qur'an Allah Teala buyurur: "Bismillahirrahmanirrahim. Lirricali nasibun mimma tarakal validan vel aqrabun və lin-nisa'i nasibun mimma tarakal validan vel aqrabun." Valideynlər, atalar, analar və yaxınlar həyatlarını dəyişərkən, özlərindən bir şeylər tərk edib gedərkən, bunlar çatır kişilərə, qadınlara. Burada heç bir istisna yoxdur ki, peyğəmbərlər çıxsın, desin illəl ənbiya. Görün nə qədər bunlar yalan danışır. Görün bunlar Əbu Bəkirin nə cür yalan danışmağına siz baxın. Yaxşı, əgər Peyğəmbər özlərindən heç bir miras qoymur, İnna mə'aşirəl ənbiya la nuvərris, heç bir Peyğəmbər özündən miras qoymur, bəs Süleyman Peyğəmbər nə üçün qoydu orada? Bəs Zəkəriyya Peyğəmbər nə üçün o sözü deyil? Bəs buradan bilinir ki, bu yalandır. Hansı yalandır bu sözləri? Yaxşı, indi gəlin belə edək, əzizlər. Tutaq ki, Əbu Bəkir düz deyildir. Tutaq ki, Qur'anda düz deyil. Tutaq ki, Qur'anda qalsın yerində. Heç belə bir ayələr də yoxdur. Yaxşı, siz demirsiniz məyər, məhsusdur Peyğəmbərə miras qoymamaq. İnnə mə'şərəl ənbiyə lə nuvarris. Biz Peyğəmbərlər toplumu, Əbu Bəkir bu söz deyir da, biz Peyğəmbərlərin toplumu özlərindən miras qoymur. Məhsusdur bəs Peyğəmbərlərə, yaxşı. Burada nə deyir? Bu əli bağlı hədisdə nə deyir? Deyir, İnnə mə'şərəl ənbiyə umirnə ən nuaxirə səhurana. Deyir ki, biz Peyğəmbərlər toplumu əmr olunduq ki, əlimizi namazda, sağ əlimizi sol əlimizin üzərinə qoyaq. Siz bundan nə başa düşürsünüz? Bəs bu da eynən o hədis kimi, eynən onun kimi məxsusdur Peyğəmbərlərə. Siz necə buna istinad eləyirsiniz? Siz hardan axı, hansı dəlillə siz bu işi görüb əllərinizi bağlayırsınız, bidət yaradırsınız, haram bir iş görürsünüz? Nə üçün bu işləri görürsünüz? Bəs bu Peyğəmbərlərə məxsus o axı. Ondan əlavə, gəlin əzizlər, bunun sənədinə baxalım. Deməli, bunun sənədi kimləndir? İbn Hibbanın kitabı da hal-hazırda qarşımda və siz də görürsünüz. İbn Vəhəb xəbər verir Əmr ibn Harisdən və o da Ətadan eşidir və o da İbn Əbbasdan bu sözü nəql edir və İbn Əbbas deyir ki, Peyğəmbərimiz Allahın Rəsulu belə sözlər buyurdu. İndi gəlin, biz bu kitabın, görək ki, doğrudan da bu kitabı, bu hədisləri onlar nəql edir, yoxsa yox. Fəthül Bari fi şərhi Səhih Əl-Buxari. İbn Rəcəb Həmbəli ən böyük alimlərdəndir, Səhih Buxariyə şərh yazıldı. Fəthül Bari Səhih Buxarinin şərhidir. Deməli, Dar İbn-i Cozdə çap olundu, 4-cü cildi təhqiqin bu kitabın Tariq bin Əvzillah bin Muhammed edibdir bu kitabın. 332-ci səhifəsinə 740-cı hədisdə Kitab-ül Əzanda belə gətirir İbn Rəcəb Həmbəli. Deyir ki, və qəd xərəcə İbn Hibban fi Səhih.
Deyir ki, İbn Hibban öz səhihində bax bu hədisi gətiribdir. Hərmələt İbn Yəhya, İbn Vəhəbdən, İbn Vəhəb, Əmr ibn Harisdən, o da Ətadan, o da İbn Əbbasdan, o da Allahın Rəsulundan ki, Allahın Rəsulu belə söz buyurubdur. Deməli, İbn Rəcəb Həmbəli yazır ki, və həzə isnadun fi-zahir alə şərti Müslim. Deyir ki, bu hədis zahirdə Müslümün şərtləri var. Yəni Səhih Müslümün şərtləri var. Müslümün Həccacı Nisaburinin. Onun şərtləri vardı bunda. Lakin deyir və zə'amə İbn Hibban. İbn Hibban güman etdi. İbn Hibban təsəvvür etdi ki, İbn Vəhəb səmiyə hazır hədis min Əmr ibn Haris və Tələt ibn Əmr. Deyir ki, güman etdi, təsəvvür etdi ki, İbn Vəhəb bu sözü, bu hədisi eşidibdir Əmr ibn Harisdən və Tələt ibn Əmrdən. Aşağısında yazır ki, və lə yu'rafu hədəl hədis min rivayəti Əmr ibn Haris. Deyir ki, bu hədis məruf deyil Əmr ibn Harisdən. Bəs kimdəndir? Qaləl Beyhəqi. Beyhəqi deyir ki, innəmə yu'rafu hədə bi Təlhət ibn Əmr, bi Təlhətə ibn Əmr. Deyir ki, bu hədis mərufdur Təlhət ibn Əmrdən. O şəxs bu sözün, bu hədisin kökü Təlhət ibn Əmrdəndir. Aşağısında yazır ki, deyir ki, Təlhət ibn Əmr bunu Ətadan eşidildi. O da İbn Əbbasdan və bir dəfə də Əbi Hüreyrədən gətirdi bunu da deyir. Və Təlhətu leysə bil qavi. Təlhə deyir ki, güclü bir alim deyil ki. Qultu İbn Rəcəb Həmbəli deyir, mən deyirəm ki, və qədroviyyə ən Təlhətə ən Ətain mürsəla. Deyir ki, Təlhə heç Ətanı görməyibdir, qırıq hədisdir, mürsəldir. Heç vaxt da Ətanı görməyibdir.